Şəhərimizi özəl və gözəl edən bir çox fərqli məqamlar və məkanlar var. Biz onlardan birində şəhərimizin incisi açıq səma altında nümayiş etdirilən unikal məkanda, İçəri şəhərdəyik. İçəri şəhər çox əsrlik tariximizin və mədəniyyətimizin rəmzlərindəndir. Orta əsrlərdə yüksək inkişaf edən şəhərsalma sənətinin misilsiz yadigarı olan unikal məkandır. Burada Qız Qalası, Şirvanşahlar Sarayı kompleksi, məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan memarlığının parlaq inciləridir. Çox gözəl şəhərdir. Hər daşından tarix qoxusu gəlir. Hər bir Azərbaycanlının qəlbində qürur hissi doğuran bu muzey şəhər ölkəmizin UNESCO-nun ümumdünya irs siyahısına daxil edilən ilk tarixi abidəsidir. 25 ilin tamamında buranı qarış-qarış gəzib bir daha kəşf etdik. Müasirləşən dünyada paytaxtımız yeni sima qazansa da, qədim tarixi ənənələr daim qorunub. Sirlər xəzinəsi olan muzey şəhərin incisi isə sözsüz ki, Qız Qalasıdır. Şəninə rəvayətlər yazılan əzəmətli qala müdafiə məqsədi ilə inşa edilib. Bugün isə gələn qonaqların heyran olduğu abidəyə çevrilib. Dohada işləyirik və düşündük ki, qısa bir səfər edək. Buraya gələndən sonra Qız Qalasına vuruldum. Rəsimlərdə belə bu qədər gözəl görünmür. Ən əsası şəhər təmizdir. İnsanlar çox mehribandır. Qonaqpərvərliyiniz üçün isə çox təşəkkür edirik. Təkcə Qız Qalası deyil, 12-ci əsrin memarlıq nümunəsi olan Şirvanşahlar Sarayı kompleksi kiçik bir paytaxtı xatırladır. Kompleksə bir neçə tikili daxildir. Şirvanşahlar Sarayı bir neçə dövrə şahidlik edib. Onlardan biri də 1918-ci il 31 mart soyqırımıdır. Həmin hadisənin izləri bugün də sarayda qalmaqdadır. Xüsusilə Şah məscidinin minarəsi həmin dövrdə top atəşinə tutulub. Bugün bərpa edilsə də, amma gülləbaran izləri hələ də qalmaqdadır. Xüsusilə isə bura gələn turistlərin əsas diqqət etdiyi məqamlardan biridir. Bura gələndə sarayın tipik İslam incəsənəti nümunəsi olduğunu gördüm. Bu məkan məndə həm özü, həm də maraqlı tarixi ilə bağlı çox emosional hisslər oyadır. Elə bil ki, şahlar dövrünə qayıdıram. Ona görə də burada əyləşib gördüklərimi düşünür, eyni zamanda burada vaxtilə nələrin baş verdiyini təsəvvür etməyə çalışıram. Sarayı da beğendik. Edindiğimiz bilgiler de tarih açısından zaten kardeş millet olmamız itibariyle de bizi duygusallaşdırdı açıkçası. Beğendik ki. Təbrizdən gəlmişik sizin şəhrinizə. Çox gözəl bir şəhərdir, çox təmizdir və biz elə tur işindik, musafircə gətirik, bir şeydə elə gətirmişik. Musafirlərimizi burada dolandırırıq, elə səhərdən də Kullibaşında dolanırıq. Bura gələn hər kəs burada tarixin bir parçası olduğunu hiss etmək üçün gəlirlər. Gedən zaman isə Azərbaycanın milli ornamentlərini özündə əks etdirən kiçik hədiyyələr alıb aparırlar. Aparırlar ki, uzaq-uzaq diyarlarda Azərbaycan hər zaman xatırlansın. Milad yarmarkasından maraqlı hədiyyələr aldım. İsrailə aparacağım yaxınlarıma, Azərbaycanın xatirə olsun deyə. Buranı daima baxıb xatırlamaq çox gözəl histir. Çünki burada keçirdiyimiz vaxtdan həqiqətən zövq alırıq və yenidən gəlməyi çox istərdik. İçəri şəhər sadəcə daşdan qala divarlarından ibarət deyil. Bura keçmişlə bugünümüz arasında qurulan körpüdür. Burada atılan hər addım tarixə toxunmaq, hər baxış isə əsrlərin səsini dinləmək kimidir. Bu məkana gələn hər kəs özü ilə bir xatirə aparır və İçəri şəhər hər kəsin qəlbində bir parça kimi qalır. Və elə bu yaddaşla da Azərbaycan uzaq diyarlarda belə yaşamağa davam edir. Ayşən Cümşüdova, Bağır Kərimov, Nigar Etibar, ASTV Xəbər.